Salam əziz müəllimlər, vaxtınız xeyir olsun. Bugün Edvento.net saytı üzərində başqa bir tapşırıq tipinin yaradılması ilə tanış oluruq. Bu tapşırıq tipi öncəkilərin heç birinə bənzəmir. Öncəki tapşırıq tiplərində biz spesifik bir tapşırıq tipini götürüb, yalnız o tapşırıq tipinə uyğun gələn suallardan ibarət bir set hazırlaya bilirdik. Bugün isə nəzərdən keçirəcəyimiz examdir və aydın məsələdir ki, təbiətinə uyğun olaraq examin içərisində müxtəlif sual tipləri yerləşə bilər. Yəni siz bir imtahan içərisində çox seçimli test də verə bilərsiniz, multiple choice question dediyimiz onlardan, true false questions da verə bilərsiniz, boşluq doldurma sualı və s. Ona görə də exam bu vaxta qədər öyrəndiyimiz bütün formalardan tamamilə fərqlənən yeni bir quruluşdur. Gəlin examla tanış olaq. Exam vurduğunuz zaman ilk öncə imtahanınızın adını istəyir. Mən imtahanımı Sound and Echoes deyilən, yəni səs və əks-səda deyilən 6-cı sinif mövzusudur bu bizdə. Ona aid yaratmaq istəyirəm. Hər kəsə açıq qoyacağam və Create Activity dedim. Create Activity deyəndən sonra sizi bu cür bir ekran qarşılayır. Hər zaman olduğu kimi ilk öncə temanı təyin etməklə başlayaq. Arxa fona qoyacağınız şəkil. Mən arxa fona öz sevimli şəklimi qoydum və aşağı gəlirsiniz. Burada fikir verirsinizsə sizə sualları yaratmaq üçün geniş imkan verilib. Amma təbii ki, mən bunların heç birini istifadə eləməyəcəm. Çünki mən hər zaman olduğu kimi CSV importdan istifadə edəcəm. Yəni 10 dənə, 20 dənə, 50 dənə fərqli sualı birbaşa saniyələr içində sistemə yerləşdirmək üçün CSV importu tətbiq edəcəm. Amma bundan başqa mən bu hissənin quruluşunu da sizə göstərmək istəyirəm. Yəni lazım ola bilər deyə. Burada ilk öncə format önəmlidir. Yəni siz bu formatı dəyişdiyiniz zaman, mən istəyirsiniz biraz geriyə keçim, onu sizə göstərə bilim. Siz bu format hissəsini dəyişdirdiyiniz zaman, yəni sualın tipini, bu hissə dəyişir. Məsələn, burada multiple choice yazıldığı halda burada variantlar verilir. Amma siz bunu true false elədiyiniz anda burada yalnız true ya da false gəlir. Və ya bunu fill in blank etdiyiniz zaman isə yalnız doğru cavabı yazmaq üçün yer çıxır və gələcəkdə saytımıza əlavə olunacaq digər sual tiplərində də bu önəmli olacaq. Çünki sayt durmadan inkişaf eləyir. Yəni Edvento.net inkişaf etməkdə olan bir platformadır və hər zaman siz bura gəlib, buradan müxtəlif sual tiplərini seçdiyinizdə ekranın necə dəyişdiyini görə biləcəksiniz. Burada diqqətinizi çəkmək istədiyim Add New Question bölməsi hazırki sual hazır deyilsə işləmir. Yəni hazırsız sualın üzərində üzr istəyirəm, hələ iş gedirsə yeni sualı yarada bilmirsiniz. Multiple choice-də isə siz həm sualın özünə şəkil, audio və video əlavə edə bilərsiniz, həm də ki variantlara da eyni şəkildə videodan əmin deyiləm, amma şəkil və audio əlavə edə bilirsiniz. Bu da dil müəllimlərinin imkanlarını sonsuz şəkildə genişləndirir. Yəni burada listening tapşırıqları belə yerləşdirə bilərsiniz. Yəni vizuallar və audio fayllar burada dəstəklənir. Bundan sonra variantları silmək və əlavə etmək üçün buradan silə bilərsiniz, buradan da yeni variant əlavə edə bilərsiniz. Mən bu strukturu göstərirəm, amma bunların heç birindən bugün istifadə eləməyəcəm. Çünki bizim saytımızın digər bənzər platformalardan ən böyük üstünlüyü saniyələr içində çoxlu sayda sualı yarada bilmək qabiliyyətidir ki, buna CSV import deyirik biz. CSV import etmək üçün ilk öncə AI alətindən istifadə edib suallarımı hazırlamalıyam. Onun üzərindən qısaca keçim, çünki keçən videoda da bununla bağlı mənə suallar gəldi ki, bu AI-da sistem olaraq nə edirsiniz? Açığı deyim, AI-da sizin özünüzün alətləri olur. Məsələn, mənim də alətlərim var. Bu alətlər sizə kömək edir ki, sualları learning objektivlərdən və assessment objektivlərdən çıxararsınız. Yəni, məzmun standartlarından və qiymətləndirmə standartlarından. Bunun bizim saytımıza bir dəxli yoxdur. Bu başqa bir pedaqoji, necə deyirlər, izahdır. Bunu başqa vaxtımız olsa danışarıq. Sadəcə olaraq mən AI-ma tapşırıq verirəm ki, mənim mövzum Elements, Compounds and Mixture olacaq. Amma sonra dəyişmişəm mövzunu. Təbii ki, Sound və Echo'ya aid learning objectives vermişəm. Çünki sonra fikrimi dəyişdirdim. Və o məndən learning objektivləri istəyir və mən təbii ki, learning objektivləri verirəm. AI mənim learning objektivlərimi əsasən o learning objektivlərdən deməli, assessment objektivlər çıxarır. Yəni, məzmun standartlarından qiymətləndirmə standartları çıxarır. Və ondan sonra mən sual tiplərini istəyirəm. Deyirəm ki, 4 dənə çox seçimli sual istəyirəm. Onun ardınca istəyirəm 4 dənə true false sualı və onun ardınca da istəyirəm 2 dənə, yəni cəmi 10 dənə olacaq. 2 dənə açıq tipli test istəyirəm. Ondan sonra hamısını bir yerə toplamağını, yəni bir vərəqin üzərinə yığmağını istəyirəm. Bunu da eləyəndən sonra indi əsas məsələyə gələk.
Mən import bölməsini vurduğum zaman siz bilirsiniz ki, hər bir sual tipinə uyğun bizim CSV qəlibimiz olur. Biz buna template fayl deyirik. Bu template fayl bir növ nümunə fayldır ki, bu imtahan tipi necə CSV faylından işləyir. Yəni məsələn, siz quizin CSV faylını bura versəniz xəta alacaqsınız. Hər birinin özünün xüsusi spesifik faylı var. Ona görə burada ardıcıllığı yadda saxlayın. İlk öncə CSV template'inizi buradan indirirsiniz, bunu vuraraq. Ondan sonra həmin CSV template'i gətirib AI alətinə suallarınızın son variantı çıxandan sonra verirsiniz. Hansı ki mən verdim və ona dedim ki, yaratdığım bütün sualları CSV-nin strukturunu nəzərə alaraq, yəni quruluşunu təhlil edərək bunun içərisinə yerləşdir. O da mənim üçün hamısını yerləşdirdi CSV-nin içinə və mənə CSV-nin yeni variantını verdi. Fikir verin, adlar belə müxtəlifdir. Burada template exam deyir. Yəni exam-in template faylı, yəni nümunə faylı. Onun mənə verdiyi isə completed exam questions'dır. Yəni bu isə artıq içində suallar olandır. Yəni bu qəlib faylı idi. İndi onun mənə verdiyi isə içində suallar olan yekun fayldır. Mən bu faylla nə edirəm? Bunu Advento'ya qaydıram və buradan endirmişdim. Buradan isə yükləyirəm, sayta yükləyirəm. Buradan klikləyirəm və həmin o faylı, hazırladığım faylı buradan seçərək, open deyərək onu sistemə çağırıram. Fayl sistemə çağırıldı, burada da görə bilərsiniz və start import dediyim anda bir neçə saniyə içərisində, hətta saniyə belə keçmədi, bütün suallar sistemə inteqrasiya olunmuş olur. 10 sual demişdim və hal-hazırda 10 sual var. İndi burada artıq müəllimlərimizin yaradıcılığına qalır hər şey. İstəsəniz sualları bir-bir üstündən gəlib, edit edərək, yəni qələm işarəsini vuraraq, burada sualı daha da zənginləşdirə bilərsiniz. Məsələn, şəkil lazımdırsa, şəkil əlavə eləyin, səs faylı lazımdırsa, səs faylı əlavə eləyin və ya variantlarda şəkil və ya səs faylı lazımdırsa, onları əlavə eləyin və ya variantı dəyişdirin, bəlkə də düzgün cavab ola bilər. Yəni AI-lar xəta eləyir. Mən AI-ların mükəmməl olduğunu demirəm. Burada yoxlayın, bu da önəmlidir. Bəlkə də düzgün cavabı AI düz seçməyib, çünki AI-larda bu məsələ var. Bütün bu dəyişiklikləri eləyəndən sonra hər bir sualı ayrı-ayrı update eləyin, update vurun və bütün sualları update eləyib bitirəndən sonra, məsələn, mənim burada dəyişmək istədiyim bir şey var idi. Burada fikir verilsə, vibrate yazılır, amma böyük V ilə yazılır. Mən bunun kiçik V ilə olmağını istəyirəm, çünki cavabı şagird, yəni hər zaman belə deyək də böyük hərflə daxil etməyəcək. Bunu update elədim və ondan sonra gəldim bura. Burada da eyni şəkildə echo sözünün baş hərfini kiçiltdim, kiçik hərf yazdım, update və bu şəkildə də bunlar hazırdır. Və beləcə hazır olandan sonra hamısı təbii ki save düyməsini vurursunuz. Save düyməsini vurandan sonra sizin imtahanınız gəlir dashboarda düşür. Bunu istəsəniz qovluqların içərisinə ata bilirsiniz. Bu mümkündür. Əgər daha başqa bir şeyə ehtiyacınız varsa, bunu təbii ki analitikalarına baxa bilərsiniz, siniflə paylaşa bilərsiniz və s. Bu imkanlar da buradadır. Bundan başqa da ki, bu sualınız, yaratdığınız sual əgər yetərincə istifadəçi tərəfindən oynanılacaqsa, yəni istifadə olunacaqsa bu imtahan, o imtahan gəlib bizim Discovery bölməsinə də yerləşəcək. Yəni burada da imtahanlar bölməsində onu görə bilərsiniz. Və hər zaman bütün yaratdığınız suallar əgər açıq qoyulubsa, onlar həm də library bölməsinə gəlir, düşür. Məsələn, mənim imtahanım da gəldi, library bölməsinə düşdü. Buradadır. Və indi məsələ nədən ibarətdir? Burada bir şeyi yeni diqqətinizə çatdırmaq istəyirəm. Onu da deyim, sonra imtahanı bir test eləyək. İmtahanımız deməli dashboardda olduğu müddətdə, burada olduğu müddətdə, məsələn mənim imtahanım buradadır. Siz bunu redaktə edib, əgər bu public-i private eləsəniz və təkrar save eləsəniz, o artıq kitabxana bölməsində görünməyəcək. Niyə? Çünki kitabxana bölməsi hər kəs açıq olduğu üçün siz onu public qoymadığınız zaman digər istifadəçilər onu görə bilmir. Nə digər müəllimlər, nə də digər şagirdlər. Belə, amma siz qayıdıb öz dashboardunuzdan həmin imtahanın tənzimləmələrinə keçib onu public qoyduğunuzdan artıq bunu hər kəs görür. Belə, bütün bunlardan sonra gəlin imtahanımızı bir yoxlayaq. Start launch activity deyək. Burada kənar hissədə nə görə bilirsiniz? Burada ilk öncə exam progress var yuxarıda. Timer var. Timer yarım saat qoyulur. Bu timeri siz özünüz də seçə bilərsiniz. Bunu növbəti videolarda göstərərəm. Timerləri necə idarə etmək lazımdır. Ondan sonra deməli bu yan hissədə siz görə bilərsiniz sualların hal-hazırki durumunu.
Yəni hansı sual işlənilib, hansı sual hələ işlənilməyib, bunu görə bilərsiniz və təbii ki, suallara cavab verə bilərsiniz. Mən vaxtınızı almamaq üçün sadəcə şərti cavablar atıram, bəlkə də hamısı səhv çıxacaq. Sadəcə vaxtınızı almaq istəmirəm. True false dedik, true false dedik, hamısını işarələdik bu şəkildə. Və burada da sizdən cavabı istəyir. Sound bounce back. Echo demişdik buna. Bu şəkildə. Və burada da the object that produces sound vibrate deyəsən olmalıydı. Yoxsa vibration, ona fikir vermədim. Deməli, finish exam deyək burada da və imtahanı bitirmək istədiyinizdən əminsinizmi? Submit exam, imtahanı bitir və 6 doğru cavabım olub. Mən burada siyahıda özümü görə bilərəm. Əgər nəsə dəyişiləcəksə, back to editor düyməsini vurun və buradan da təkrar birbaşa editora qayıdıb suallarınızı redaktə edə bilərsiniz. Yəni, testdən sonra back to editora qayıtmaq faydalıdır. Belə, düşünürəm ki, faydalı oldu və beləcə dashboarda geri qayıdaq. Bu video da burada bitdi. Ümid edirəm ki, sizə faydalı oldu və siz də öz imtahanlarınızı bizim sistem üzərindən yaradıb şagirdlərinizə göndərə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər deyirəm. Hələlik.